Hal-hazırda 2 dənə itimiz var. Rottweiler, hər ikisi də bırakası. Biri daha doğrusu bırakılırsa fikir verin, it çıxan kimi başladı enerji tərəflərini göstərməyə və istər-istəməz başlayır oyun oynamaq istəyir, amma bizim itlərimiz oyundan qabaq komandaları icra eləmək istəyir. Çünki biz bütün komandalarımızı oyunla edirik. Ən doğru olanı da budur. Ancaq iti yuvadan açıq buraxanda heç də hər zaman birbaşa komandaya keçmək lazım deyil. Biraz vaxt vermək lazımdır. Ərazidə gəzsinlər. Bəzən təbii ehtiyacları olur, yuvalarını eləmirlər, əraziyə eləsinlər. Həmçində gəzintiyə çıxarkən siz öz itinizi birbaşa hansısa komanda verməyin. Fikir verin ki, yəni oturub gözləyib komanda verim, ancaq komanda vermirəm. Biraz vaxt ayırmaq lazım, vaxt vermək lazımdır itlərə ki, gəzsinlər. Daha sonra isə ilkin primitiv komanda ilə artıq işin başladığını onlara izah eləmək lazımdır. Rocky, Feller, yanıma. Otur. Gözlə. Gözlə. Uzat. Gözlə. Gözlə. Yanıma. Bravo. Otur. Aferin, sərbəst. Fikir verin, itlər əlimə yaxınlaşarkən artıq hərəsi öz yerini yaxşı bilir. Və mən onları səhv otursam belə zigzag